ChatGPT-nin WhatsApp yazışmalarınızı analiz edə bildiyindən xəbəriniz varmı? İstənilən şəxslə olan yazışmalarınızı GPT-yə göndərib ondan maraqlı təklif və fikirlər ala bilərsiniz. Bunun üçün ilk olaraq WhatsApp tətbiqinə daxil olduqdan sonra hər hansı bir şəxslə olan çata daxil olaraq adının və ya nömrəsinin yanındakı 3 nöqtəyə klik edirik. Açılan pəncərədən daha çox, ardınca söhbəti ixrac et seçimlərini etmək lazımdır. Daha sonra bizə söhbətdəki media fayllarını əlavə edib etməmək barədə 2 seçim təqdim olunacaq. Bizə analiz üçün mətnlər lazım olduğuna görə mediası seçimi ilə davam edirik. Bir qədər gözlədikdən sonra söhbətlər zip faylı kimi təqdim edilir. Bu faylı ilə bu pəncərədən çıxış etmədən GPT tətbiqini seçim edərək söhbətə əlavə edirik. Gördüyünüz kimi qarşı tərəflə olan söhbət arxivimiz zip formatında ChatGPT çatımıza əlavə olundu. Faylı göndərmədən öncə mesaj qutusuna süni intellektdən söhbəti analiz edərək kimin daha çox mesaj yazdığını, ən çox hansı mövzuların danışıldığını və kimin daha gec geri dönüş etdiyini müəyyən etməsini istəyirəm. Bir qədər gözlədikdən sonra süni intellekt qarşı tərəflə olan mesajlaşmalarımızı analiz edib nəticələri detallı şəkildə ortaya çıxarır. Amma mesajlarınızı göndərmədən öncə xəbərdarlıq edim ki, bu davranış sizin gizliliyi təhlükə altına ala bilər. Doğrudur, GPT hələ ki məlumatları başqaları ilə bölüşmür, amma indiki zamanda süni intellektə də etibar yoxdur. Bir maraqlı məlumatda qeyd edim ki, bir müddət öncə bir şəxs söhbət keçmişini ChatGPT-yə göndərərək ondan keçmiş sevgilisi tərzində yazmağını tələb etmişdi. Nəticələr isə o qədər real olmuşdu ki, adam sevgilisindən çox süni intellektlə danışmağa başlamışdı. Belə dostlar, ümid edirəm bu video sizin üçün faydalı oldu. Azercell'in təqdimatında daha çox faydalı məlumatlardan xəbərdar olmaq üçün bizi izləməyi və videonu bəyənərək yadda saxlamağı unutmayın.